Hamınızı salamlayıram, değerli izleyicilerim. Bugün 10 dəqiqəyə hazırlayabileceğiniz bir lezzet papatya kurabiyesi hazırlayıram. İndi bu dəqiqə sobadan çıxartmışam, bölürəm, içərisini görürsünüz. Baxın, yumuşaq, çox ləzzətlidir. Hazırlayın, yazarsınız mənə. Bəyəndiniz ya yox. 2 yumurta götürürük. Üzərinə 140 qram şəkər tozu əlavə edirik. Mən 100 qram əlavə elədim və qarışdırıram. Çünkü üstündən də qurabiyelərimizi, peçenyelərimizi batıracağıq şəkərə. Bunu bir balaca qarışdıraq. Üstünə şəkərli vanilini də əlavə elədim. Onu da qarışdıraq. Yağ əlavə edirəm. Bu qurabiyədə bitki yağı əlavə olunur. İstədiyiniz yağdan və ya işlətdiyiniz yağdan əlavə eləyə bilərsiniz. Bu da 140 ml-dir. Və ya ərinmiş kərə yağı əlavə eləyə bilərsiniz. Onda da çox ləzzətli alınır. Ve ölçülerde videonun altında yazacağım, açıklamada resepte yazılacak 300 gram un. Unu dəqiq götürün. Az çoxluğundan asılı olarak peçenyeniz yağı buraxa bilər. Çünkü burada bitki yağıdır. İndi üzerine qabartma tozu əlavə edirəm. Bu 1 çay qaşığıdır və axıra qədər qarışdırıram. Bu mərhələdə üzərinə 2 xörək qaşığı istədiyiniz qoz, fındıq, badam, kakos hansını xoşlayırsınızsa həm tamını birazcık deməli zənginləşdirəcəksiniz, həm də ki xeyrini görəcəksiniz. Mən badam əlavə elədim. 2 xörək qaşığı üyüdülmüş badam. Bunu əlavə etmirsinizsə, onda 1 xörək qaşığı un da əlavə edə bilərsiniz. Vəssalam. Xəmirimiz hazırdır. Yumuşaq xəmiriniz hazırdır. Onu o dəqiqə istifadə edə bilərsiniz və ya qoyursunuz soyuducuya. 1-2 gün saxlaya bilərsiniz, sonra bişirə bilərsiniz. İndi xəmirdən topalar qopardırıq və gündələyirik. Ölçüsü sizin istəyinizə görə iri və ya birazcık kiçik ola bilər. İndi bir qaba şəkər tozu əlavə edirəm. 1 və ya 2 xörək qaşığı götürebilirsiniz. Kurabiyelerin üst tarafını şeker tozuna batırırıq ve daha sonra soba tavasına yerleştiririk. Aralarında mesafe koyuruq. Hamısını şekerledikten sonra forma vereceğim. İstediğiniz forma verebilirsiniz. Ben de papatya gülüdür. Onunla üstünden basıram. Ve rahatlıkla şekil veririm. Sobanı 180 dereceye salırıq. 15 dəqiqə pişiririk. Siz herkes öz sobasına uygun hareket eləsin. Çünkü burada 10 dəqiqədə pişə bilər, 15 dəqiqədə pişə bilər. Baxın, rengi değişene kadar pişirək. Daha sonra sobadan çıxardıq, soyduruq. İndiden hazırlayıp yiyenlere nuş olsun. Beğenseniz like etmeyi, abone değilseniz abone olmayı unutmayın. Bugünlük Şərqiyə xanımdan bu kadar. Gelen videolarda görüşmək üzere. Özünüzdən müğayət olun. Bakın altı bu cürə kızarmalıdır. Çok kızartmayın.